کی میگه خسته شدم توی دلم مهمونیه، وقتی پول نداشته باشم همه جا ارزونیه. من دیگه بسته برام جوجه کباب تو خواب دیدم، پس جنگ بی ثمر به خاطر گوشت خریدم. وقتی فایده ای نداره گسه خوردن واسه چی؟ واسه جیب های تو خالی خونه زردن واسه چی؟ نمیخوام چوب نداری رو به کلم بزنم، نمیخوام زن و نبته که بیفته گردنم، نمیخوام در به دره بی تو همه این کوچشم، توی جنگل واسه مرتخار گشت مرتشم، یا برای بچه ها پفک بشم گلوتشم. واستا تاکسی من میخوام پیاده شم. نمیخوام در به دره بی تو همه این کوچشم، توی جنگل واسه مرتخار گشت مرتشم، یا برای بچه ها پفک بشم گلوتشم. واستا تاکسی من میخوام پیاده شم. Baba mən hara bax. Baba özündən niyə söz çıxardısan xanım axı? İcazə buyurun. Konsertin vəsatını deyir. Eşitə xanımı onunla bəhs edelim. Konsertin vəsatını deyir. İcazə buyurun به رسم مهمان نوازی 2 dənə xaric زدن qonağımız vardı. Welcome to country İran, welcome to city Təbriz iftixarlarından gözəl əl çalın, adlarını bilmirəm. Sizə. Aha. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Valla baver elə budur, bax çalırdılar səhərdən də. Mən buradayım, hara çıxmışam? Gəl bura. Hara çıxmışam? Heç yerə çıxmamış. Pəh. Xanımlar Əlçə xanım, o buranın söhbətlərində bir də danışarıq. Otur. Gəlləm danışarıq evdə. Xeyr, lazımdır təhtəş və biraz. Əslində qərar dər biz o işi görək ki. Mən razılarım, Xudahafiz xanım. Ağa mən də... Hətmən deyir ki, yine hardasan, hə? Baba, xeyr, deyir ki, sən dünən nəmə məndən çıxmışdın eşiyə, hara baxırdın, ya nəmə nə? Yox, sən lazım. Siz sağa baxma, sola baxma, göyə baxma, yerə baxma. Baba, mən köram. Mən bir dənə bizzat xahiş edeyim xanımlardan, əlbəttə bu cəmdə yoxdur, dur az dura, fəqət gedin, getirin. Xanım zindekanlıqda nisbət bir ağa gərək çox həssas olmaya. Xanım, niyə iman uyandırsan, ora baxma, bura baxma, ora baxma, bəyə qarqıya baxır. Qarqıya da baxanmaz. Ağa da gərək səy eləyə, keyfiyyəti nifs eləyə. Nəmən üstündən. Birdən görürsünüz, dur az dur, cəmdə yoxdur. Nənəngilə getmə, mamangilə getmə. Mamangilə getməyəndə sən gərək narahat olasan. Bəli. Dəqiqədir. Özüzdür? Bəli. İnşallah ki, səy eləyəsin. Baba, hələ təzə bir daha bizə salıbı ağzına. Mən ondan heç baş çıxatmıram. Nə mənə sal? Bu deyirsən şeydir, şorgözsən. Nə mənə? Şorgözsən. Şorgöz? Ya nə mənə şorgöz? Bunun kitabı var, Allah oxuda Şorgöz از دیدگاه Viktor Şorgöz. Nə deyirsən? Bəli. Sarımısan mən? Bəli, Viktor Şorgöz kitabı var, səhifəyə 5 paragraf 6. Ciddi deyirsən? Bəli. Nə deyir ay Viktor? Viktor deyir ki, بلا نسبت داخل چشم آقایان ما بین عنبیه و گرنیه بدان شهیر و رجل شهیر از جزء مقدار کمی نمک تمام با فرمول شیمیایی NaCl. Aha.
NaCl o şey yerə qarışdı. Gözdə bir vakunuş fiziki əncam tapar. Gözün xassiyyəti gözlükdən çıxar və burun xassiyyətindən yəni təbdil olar burun ya qulaq xassiyyətinə. Gözlükdən bu çıxır. Ya burun olur ya qulaq. İkisinin arasında. Ahmet İsmail bir nəfər istəyəm bunu ta tərcümə eləyə, məfhumun özünə düşündürə belə səhv. Avam tərifi də var. Ama umumi bizzat de düşünək. بلا نسبت شرجز به مردی گفته می شود که سرش را وارد مجلس زنانه می کند و می گوید خانم نره شام یه چی؟ کمی کسی yoxdu. Rəhmət deyin balası. Kami kəsri olsa özləri pişirirlər də sən nə karəsən? Aşpəz el özləridir. Nə mən üstündə sözü çıxıb? Baba, naqabil burun üstündə. Bizim- Ötür, elə bir dənə oxu elə görək. Kiminci?